Bir insan bayrağındakı yaşıl rəngə yuxarıdan aşağı baxıb, gerbinin ortasındakı Allah kəlamını görməzdən gələrək, mən bu xalqı, bu dövləti sevirəm deyə bilərmi? Sözünü, qələmini və mənfəətini xalqın minillik inancını lağa qoymağa yönəldənlər, görəsən, hansı dövlətin milli mənəvi sütunlarına sadiqdirlər? Son zamanlar media məkanında, xüsusən də sosial şəbəkələrdə antiteist və islamofob cəryanların kəsin şəkildə fəallaşdığı aydın görünür. Fikir azadlığı, tənqidi təfəkkür və fərqli baxış bucaqları hər bir inkişaf etmiş cəmiyyətin ayrılmaz hissəsidir. Lakin fikir azadlığı ilə milli mənəvi dəyərləri təhqir etməklə xalqın inancını məsxərəyə qoymaq arasında keçilməz və böyük bir sərhəd var. Konstitusiyaya görə Azərbaycan Respublikası dünyəvi dövlətdir. Amma dünyəvilik dinə qarşı mübarizə aparmaq və ya İslami dəyərləri silib atmaq demək deyil. Dövlət bu sahədə heç kəsə səlahiyyət vermir. Dünyəvilik vicdan və etiqad azadlığının təmin edilməsidir. Bu torpaqların milli kimliyi, ədəbiyyatı, musiqisi, memarlığı və dövlətçilik təfəkkürü əsrlər boyu İslami ruhla yoğurur. Özünü vətənpərvər adlandıran, bu dövlətin varlığına ehtiram bəsləyən hər kəs onun atributlarına da sadiq olmalıdır. Şuurlu və ya şuursuz şəkildə bayraqdakı və gerbdəki simvollara hörmətsizlik edən şəxs dövlət və vətən sevgisi iddiasında səmimi ola bilməz. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən bayrağımızdakı yaşıl rəng rəsmi olaraq İslam sivilizasiyasına və mənəvi mənsubiyyətimizə işarədir. Qalxan formalı gerbimizin mərkəzində yer alan alov simvolu sadəcə alov deyil, hüsnü xətt, xəttatlıq sənəti ilə ərəb qrafikasında Allah kəlamının yazılış formasıdır. İlk eskizləri 1920-ci ildə Knyaz Aleksandr Şervaşidze tərəfindən hazırlanan, 1993-cü ildə simplifikasiya olunaraq rəsmi şəkildə təsdiqlənən gerbimiz dövlətçiliyimizlə inancımızın birliyinin daşlaşmış formasıdır, rəmzidir. Bayrağında İslamın rəngini gəzdirən, gerbinin ortasında Allah kəlamı həkk olunan bir dövlətdə yaşayıb, həmin dini və inancı lağa qoymaq dövlətin rəsmi simvollarına ehtiramsızlığın bariz nümunəsidir. Bu ölkənin tarixi yalnız dünyəvi ideyalarla deyil, həm də inancı ilə dövlət quran, can verən və dövlətçilik xəttini formalaşdıran böyük şəxsiyyətlərin çiynində ucalıb. Bunlardan biri Məhəmməd Əmin Rəsulzadədir. Xalq Cümhuriyyətinin banisi dövlətin təməl konsepsiyasını qurarkən İslam mədəniyyətini milli kimliklə bərabər ən vacib sütun saymışdır. Heydər Əliyev, müasir Azərbaycan dövlətinin banisi olan ümummilli lider, Sovet imperiyası dövründə unudulmağa çalışılan dini mənəvi dəyərləri müstəqillikdən sonra yenidən bərpa etmişdir. Məkkəyə müqəddəs həcc ziyarətinə gedərək Kəbənin daxilində namaz qılan ilk Azərbaycan rəhbəri kimi İslam dini bizim milli mənəvi dəyərimizdir və biz bu dəyərlərə həmişə sadiq qalacağıq. Kəlamı ilə dövlətçiliklə inancın ayrılmazlığını strateji xəttə çevirmişdir. Şah İsmayıl Xətai, Böyük Səfəvi imperiyasının qurucusu, dilimizi dövlət dili eləyən hökmdar, həm də divan sahibi kimi bütün yaradıcılığını İslami təfəkkür üzərində kökləmişdir. Hacı Zeynalabdin Tağıyev, millətin maariflənməsi üçün var dövlətini xərcləyən bu böyük xeyriyyətçi, maarifçi, xalqının öz dinini düzgün öyrənməsi üçün müqəddəs Quranı ilk dəfə Azərbaycan dilinə tərcümə etdirib çap etdirmişdir. Bu siyahıya Nizamini, Füzulini, Nəsimini, Əli bəy Hüseynzadəni, Seyid Əzim Şirvanini, Xurşudbani Natəvani və onlarla bəlkə də yüzlərlə şəxsiyyəti əlavə eləyə bilərik. Bizim milli kimliyimiz məhz bu şəxslərlə yoğrulmuşdur. Məsələyə sırf emosional yox, elm və sosiologiya prizmasına yanaşsaq, milli kimlik nəzəriyyəsi daha qabarıq gözə çarpır. Sosiologiyada qəbul edilmiş elmi fakt budur ki, bir xalqı millət olaraq ayaqda saxlayan ən mühüm kodlardan biri onun kollektiv yaddaşı və mənəvi dəyərlər sistemidir. İslami dəyərlər Azərbaycan xalqının psixoloji kodlarına, etik normalarına və ailə institutuna elə dərindən nüfuz edib ki, dinə hücum etmək birbaşa cəmiyyətin genetik yaddaşını sıradan çıxartmaq cəhdidir. Kulturoloji araşdırmalar göstərir ki, Azərbaycan memarlığı, miniatür sənəti və şərq intibah ədəbiyyatı birbaşa İslami təfəkkürdən bəhrələnib. Bu gün dünyəvi elmi bərpa etdiyini iddia edənlər unutmamalıdırlar ki, riyaziyyat, astronomiya və təbabət elmlərini Avropaya daşıyan İbn Sina, Əl-Xarəzmi, Nəsirəddin Tusi kimi dahilər elmi inancdan ayırmırdılar. Heç kim kimisə inanmağa məcbur edə bilməz. Quranın özündə də dində məcburiyyət yoxdur buyurulur. Lakin inancsızlıq bayrağı altında bu millətin müqəddəsatını söymək, lağa qoymaq və mənəviyyatını alçaltmaq fikir azadlığı yox, mənəvi vandalizmdir.
dövlət atributlarına, tarixinə və xalqın ruhuna hörmət etmək hər bir vətəndaşın mənəvi borcudur. Bəs siz bu mövzu barədə nə düşünürsünüz? Sizcə azad sözlə milli mənəvi dəyərlərə hörmətsizlik arasındakı sərhəd hardan keçir? Fikirlərinizi rəylərdə bölüşməyi və videonu bəyənməyi unutmayın. Mövzuya ən dərin kəsərli və tarixi nöqtəni qoymaq üçün gəlin sözü elə bu dövlətin banisi, müasir dövlətçiliyimizin memarı olan Heydər Əliyevin özünə verək. Görək, ümumilli lider İslam dini və mənəviyyatımız haqqında nə deyir? Kur'an-ı Kerim müqəddəs kitabımızdır. Ve İslam dininin Kur'an'ın Azərbaycan xalqına bəxş etdiyi mənəvi dəyərlər bizim için əzizdir. Ve bizim xalqımızın bu gündə, gənclərimizin bu gündə gələcəkdə də tərbiyəsi üçün çox əhəmiyyətlidir. Buna görə də din azadlığı bizim için böyük bir nailiyyətdir. İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir Azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən İslam dininin tələblərinə uyğun olaraq cəmiyyətdə davranışında özünü göstərməlidir. Harda olursa olsun Azerbaycanlısınız. Dilinizi itirmeyin, dininizi itirmeyin, milliyetinizi koruyun. Azerbaycan Respublikası'nda İslam dininin öz yerini tutması böyük tarihi bir hadisedir. Əsrlər boyu bizim xalqımız bu dine bağlı olarak İslam'ın təlimatlarından bəhrələnərək yaşamış, yaratmıştır. 70 il müddətində dinimizin yasak olduğu devirde de her bir imanlı adam dini öz boynunda, öz kalbinde saklamış. Ve hiç vaxt biz bunu unutmamışıq. İndi ise biz müstakil Azerbaycan Respublikası, İslam dinine itaat eden Azerbaycanlılar, İslam aleminin bir terkip hissesidir. Ve bu da bizim əsrlərdən əsrlərə yaşamış, bizim için böyük dayaq olmuş, milli, dini, mənəvi ənənələrimizin bərpa olunmasının, inkişaf etməsinin, möhkəmlənməsinin təzahürüdür. Güman edirəm ki, biz Azerbaycanlılar bundan sonra bütün gələcək nəsillərə də bu tövsiyə olunur. Heç vaxt öz imanımızdan, öz dinimizdən uzaqlaşmayacağıq və bu yolu tutarak, bu mənəviyyat mənbələrindən istifadə ederek öz gələcək hayatımızı kuracağız.